Azərbaycan Azadlıq Hərəkatının fəallarından biri şair Əli Nasirə həsr edilən Haqqın şairi klipinin təqdimatı keçirilib. Azərbaycan Dövlətçiliyi naminə Demokratik Talış Birliyinin həmsədri Mehdi bəy Səfərov klipin Əli Nasirin 50 illik yubileyinə qurum adından hədiyyə olduğunu deyib. Əli Nasirin Azərbaycan və Talış dillərində şeirlər yazdığı nəzərə çatdırılıb. Azərbaycanda müstəqilliyin qazanılmasında, dövlətçiliyin qorunmasında onun da xidmətləri olduğu deyilib. Eyni zamanda milli azadlığın qazanılması ölkədə yaşayan xalqların mədəniyyətlərinin inkişafına təkan verdiyi xatırladılıb. Ölkədəki fərqli mədəniyyətlərin məzmun etibarilə Azərbaycançılığa xidmət etməli, xalqları bir-birinə daha sıx bağlamalı olduğu xüsusilə qeyd edilib. Daha sonra klip təqdim olunub. Əli Nasir həm Talış, həm də Azərbaycan dilində yazdığı şeirləri ifa edib. Zirvə başı vulkan, sapandı alınmış Qaraca çoban, var yoxu talanmış Qazan xan, tilisimə salınmış ağatlı olan Azərbaycan. Klipin təqdimatından sonra çıxış edən şair ona separatçı damğası vurmaq istəyənlərə qəti etirazını bildirib. Mən bu ölkənin azadlıq mübarizəsində öndə olmuşam, canımla onu qazanmışam. Bu azadlığı qazanan necə separatçı ola bilər deyə mövqeyini ifadə edib. Son olaraq şair klipi ərsəyə gətirənlərə təşəkkürünü bildirib.